şəkildə qadağan edir. Çünki insanın azad iradəsinə müdaxilədir. İslamda isə insanın azadlığı müqəddəs sayılır. Əllamə Təbətəbai bu ayəni izah edərkən deyirdi ki, sehr tam müstəqil güc deyil. Yalnız Allahın izni çərçivəsində təsir edə bilər. İnsan elə bilir ki, sehr taleyə dəyişən bir qüvvədir. Amma irfan deyir ki, heç bir qüvvə Allahın iradəsindən kənar deyil. İrfan alimləri sehri iki səviyyədə izah eləyir. Birincisi zahiri səviyyədir. Burada sehr müəyyən təsir yarada bilər. Belə ki, insanlar arasında ayrılıq salmaq, qorxu yaratmaq kimi təsirlər mümkündür. Amma bu təsir birbaşa qəlbin dərin mərkəzinə çatmır. İkincisi isə batini səviyyədir. Bu səviyyədə sehr heç bir gücə malik deyil. Çünki qəlb Allaha bağlıdırsa, ora yad təsir girə bilməz. Ayətullah Behçət ağa deyirdi ki, insanlar çox vaxt öz qorxularını sehr adlandırır. Hər problemi qeybi səbəblərə bağlamaq yanlışdır. Tövsiyə edirdi ki, zikr, namaz və təqva insanı daxildən qoruyur. İrfanda qeyd olunur ki, insanın öz qaranlığı sehirdən daha təhlükəlidir. Əgər insan kin saxlayırsa, qorxu ilə yaşayırsa və Allaha güvənmirsə, o artıq təsir altındadır. Quranda buyrulur, onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Əllamə Təbətəbai izah edirdi ki, Allahın izni Allahın razılığı demək deyil. İzn iki cür başa düşülür: təşri və təkvini. Sehr məsələsində bu təkvini izindir. Allah sistemi elə yaradıb ki, müəyyən səbəblər təsir göstərə bilər. Amma bu Allahın o işi bəyəndiyi demək deyil. Quran buyurur, kim Allaha təvəkkül edərsə, Allah ona kifayətdir. Bu ən böyük qorunmadır. İrfan alimləri açıq deyir ki, insanların gördüyü sehirlərin böyük hissəsi psixoloji təsirdir. Məsələn, birinə deyirlər sənə əməl ediblər, yolun bağlanıb, insan da bunu qəbul edir. Sonra isə daxildə qorxu başlayır, diqqət daralır və qərarlar zəifləyir və nəticə doğrudan dəyişir. Peyğəmbər Salavatıllahın dövründə bəzi insanlar sehirbazlara gedirdi, cadügərlərlə əlaqə qururdu, insanlara təsir etmək istəyirdi. İslam bu mühiti dəyişmək üçün gəldi. Qur'anın Fələq və Nas surələrinə diqqət yetirək. Qaranlığın şərindən, düyünlərə üfürənlərin şərindən sözləri keçir. Amma əsas vurğu budur: Allaha sığınmaq. Əllamə Qazi deyirdi ki, qəlbi Allaha bağlı olan insanın üzərinə pis enerji gəlsə də, o enerji sanki havadan keçib gedir, iz qalmaz.